Bugün bir cəryan oldu. Kef elədim. İstədim bunu sizinlə də araya qoyam. Yazımdan qabaq bu xanımla bir qız gəldilər dükkana. 3-4 dənə vəsail dedilər, list yazmışlar. Dedilər bunları varım. Baxdım gördüm var. Dedim var. Cehiz alıydılar. Bu xanım dedi, lap bu vəsailin əlasın, bahasını verəsən, bahalısını verəsən. Lazabları cəmlədim bir yerə. Qıza dedim, anonun qədrini bil. Sənə lap o əla vəsail alıyı cehiz alım. Bunlar bir-birinə baxdılar, güldülər. Dedim, xeyr ola, gülməli söz dedim. Bu xanım qayıtdı dedi, mən anası deyirəm, mən zəndadaşıyım. Qız bunun sözünü qət elədi, dedi, düzdür zəndadaşım, deməli mənə ana əvəz et. Uşaqlığımda ki, anamı əlimdən vermişəm, bu elə mənə analıq edib, çox zəhmətimi çəkim. Lazabları məsəlini qoydum çölə, qız vuraydım maşına. Xanım gəldi kartı çəkəndə, bir söz dedi, tüylərim biz-biz oldu. Dedi, bunun anası, mən gəlin olanda anam yox idi. Mənə analıq elədi. Bir işlər gördü ki, ana qızın o işləri görməzdi. İndi mən onların əvəzini çıxıyam. Heç nə qədər də buna bir iş görsəm əvəzini çıxa bilmərəm. Orada deyir də, toniki konu dərdezli əndaz ki, izzət dər biyabanət dəhəd baz. Yaxçılıq heç vaxt itməz. Heç vaxt.